Məlum olduğu kimi Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti dövlət proqramının bir hissəsi olaraq Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Aparılacaq tikinti işləri sosial şəbəkələrdə müzakirələr səbəb olub. Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov həmin ərazidə aparılacaq işlərin təhlükəli olacağını, yəni təhlükə yarada biləcəyi barədə fikir irəli sürüb. Mövzunu əməkdaşımız Əhməd Məmmədov araşdırıb baxaq. Metronun 28 may Nizami xətti 90-cı illərdə kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonra 6 ay ərzində bərkidilib. Sosial şəbəkədə bununla bağlı paylaşım edən Sahib Məmmədov qeyd edir ki, həmin ərazi yeraltı suların aktiv zonasıdır və son dərəcə xərc tələb edən və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Sahib Məmmədov fikirlərini belə əsaslandırır. Yeraltı suların istiqaməti dəyişəcək, ora izolyasiya işləri aparılacaq və s. O istiqamət dəyişdikcə özünə yol axtaracaq və yol axtarması o deməkdir ki, əlavə olaraq o Bakının kalsium karbonatda, əsas suxur cildi kalsium karbonatda, o kalsium karbonatda mağaralar, yəni yerlər açacaq özünə və bu da sonra uzun müddətli planda yəni uçqunlara gətirə bilər, yolların çökməsinə, binaların çökməsinə gətirə biləcək. Onu tikmək mümkündür. Hansı xərcləri hesabına? Və sonradan onun uzun müddətli planda hansı mənfi təsirləri olacaq? Sahib Məmmədovun sosial şəbəkədə yazdığı bu fikrə əks arqument səsləndirən isə mühəndis tədqiqatçı Azər Axundov olub. O, layihənin təhlükəli olması fikrini qəbul etməyərək bildirir ki, indi 50 il əvvəlki dövr deyil, texnologiya inkişaf edib, istənilən şəraitə uyğun xüsusi metodlarla tikinti aparmaq mümkündür. Sahib bəyin dediyi məsələdə qurun sularının istiqamətinin dəyişməsini nəzərdə tutmuşdu. Mən düşünürəm ki, o qədər dərinlikdə çox təhlükəli bir şərait yaratmır. Çünki qurun suları orada illərlə, bəlkə də 100 illərlə də axır və artıq onlar öz yerlərini formalaşdırırlar. Belə deyim də, yeraltı çaylar kimi bir şeyi formalaşdırırlar. Və bunların stansiya tikiləndə də orada təbii ki, o sular toplanıb kənarlaşdırılacaq oradan. Necə ki, bu gün də Nizami stansiyasında, Elmlər Akademiyası stansiyasında hansılar ki, həmin o qurun sularının çox olduğu ərazidə yerləşir. Nasoslar daim işləyir və yerin altında toplanan suları xüsusi qurğularla, nasoslarla kənarlaşdırırlar. Məsələ ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə də müraciət etdik. Bildirildi ki, 2025-2030-cu illəri əhatə edən dövlət proqramında Bakı Metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyada 6-sı Bənövşəyi xəttdə yerləşəcək. Layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş və mümkün risklər qiymətləndirilib. Tunel və stansiya qazıntısında müasir texnologiyalarla və üsullarla daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib. B5 stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq. Əhməd Məmmədov, İlkin Məmmədov, ATV Xəbər.